Hamıya salam. Növbəti faydalı videoma hoş gəlmisiniz. Bugünkü videomda sizə mygov.id.gov.az platformasına identifikasiya nömrəsi, yəni şəxsiyyət vəsiqəsi məlumatları ilə giriş qaydasını addım-addım izah edəcəyəm. Bundan əvvəlki videomda mygov.id.gov.az rəsmi dövlət platformasına Sima imza mobil tətbiqi, MyGov mobil tətbiqi və asan imza ilə giriş qaydasını izah etmişdim. İndi inşallah şəxsiyyət vəsiqəsi məlumatları ilə sistemə necə daxil olunacaq, onu inşallah izah edəcəm. Bildiyiniz kimi bir çox elektron dövlət xidmətlərindən istifadə etmək üçün ilk növbədə MyGov ID şəxsi kabinetə daxil olmaq lazımdır. Lakin bəzi vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatları ilə sistemə necə daxil olmağı, şifrənin necə təyin edildiyini və ya unudulmuş şifrəni necə bərpa etməli olduqlarını tam olaraq bilmirlər. Bu videoda mən sizə qeydiyyat prosesinin əsas etaplarını, identifikasiya nömrəsi ilə giriş qaydasını, yeni şifrənin təyin olunmasını və unudulmuş şifrənin bərpası prosesini sadə və aydın formada göstərəcəyim. Qeydiyyat hissəsini isə öz hesabım artıq aktiv olduğu üçün tam olaraq son mərhələyə qədər nümayiş etdirə bilməsəm də prosesi ümumi şəkildə izah edəcəyəm ki, siz bu addımları rahatlıqla anlaya biləsiniz. Əgər siz də MyGov ID şəxsi kabinetə düzgün şəkildə daxil olmaq, şifrənizi yaratmaq və ya unudulmuş şifrənizi bərpa etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. İndi isə keçək praktiki izaha. Bunun üçün hər hansı bir brauzerə daxil oluruq. Axtarış yerinə MyGov ID yazırıq. İlk çıxan yazıya toxunuruq. Sol tərəfdə yuxarıda MyGov ID yazılan yerə toxunuruq. Sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Digər üsullar seçirik. Baxırsınız, identifikasiya nömrəsi ilə yazılan yerə toxunuruq. Deməli, bayaq dediyim kimi 3 prosesi Allahın köməyi ilə addım-addım izah edəcəm. Birinci qeydiyyat prosesidir. Qeydiyyat prosesini qismən izah edəcəm. Çünki dediyim kimi özüm qeydiyyatdan keçdiyim üçün tam olaraq axıra kimi izah edə bilməyəcəm. Deməli, qeydiyyatdan keçmək üçün baxırsınız aşağıda qeydiyyatdan keç yazısına toxunuruq. Aşağıda sol tərəfdə kletkanı klik edirik və sağ tərəfdə qəbul et yazısına toxunuruq. Baxırsınız qeydiyyat. İdentifikasiya sənədini seçin. Deməli, köhnə nəsil şəxsiyyət vəsiqəsi, yeni nəsil şəxsiyyət vəsiqəsi bizə əsas lazım olan bunlardır. Deməli, kimdə köhnə vəsiqədirsə köhnəni seçir, yeni vəsiqə olanlar isə yeni vəsiqəni yazılan yeri seçir. Deməli, bunu seçirik. Vəsiqəni seçəndən sonra aşağıda şəxsiyyət vəsiqəsinin seriya nömrəsini əlavə edirik. Onun aşağısında fin kod, şəxsiyyət vəsiqəsinin fin kodunu əlavə edirik. Deməli, bunları əlavə edəndən sonra İrəli düyməsini sıxırıq. Bayaq da dediyim kimi, baxırsınız yuxarıda, mənim artıq vəsiqəm sistemdə qeydiyyatdan keçdiyi üçün mən davam edə bilmədim. Deməli, qeydiyyat prosesini deyim ki, nələr baş verir, bu da sonraki mərhələlərdə nə olur və nömrənizi əlavə edirsiniz, nömrə. Telefon nömrənizi əlavə edirsiniz. Sonra bir çox vətəndaşlar sual verir ki, şifrəni hardan alaq? Biz şifrəni necə təyin edək? Bax, bu qeydiyyatdan keçən vaxtı şifrənizi özünüz
şifrə təyin edirsiniz. Həmin proses də buradadır. Şifrənin təyin olunması. Və son mərhələdə deməli istər kompüterdə olsun, istər deməli telefonda olsun. İkisi də eyni sistemdir. Yəni bu dəqiqə hal-hazırda mən notebookla izah edirəm. Telefonda da eyni sistemdir. Deməli kameraya icazə verirsiniz son mərhələdə. Qeydiyyat prosesində son mərhələdə kameraya icazə verirsiniz və simanız, şəklinizi çəkirsiniz. Şəklini çəkəndən sonra qeydiyyat prosesi tamamlamış olur və tez bir zamanda da arasa 5-10 dəqiqəyə, 1 saata və yaxud da maksimum 1 günə deməli qeydiyyat prosesiniz təsdiqlənmiş olur. Və bununla siz deməli şəxsiyyət vəsiqəsi məlumatlarıyla sistemdə qeydiyyatdan keçmiş olursunuz. Ümid edirəm ki, yəni bunu deməli bildiniz necə keçmək lazımdır Allahın köməyi ilə qeydiyyatdan. Çox asan prosesdir. Yəni inşallah elə çətin proses deyil. Deməli bunu qismən izah elədim. Qeydiyyat prosesi tamam. Geri çıxırıq. İndi mygov.id.gov.az ikinci mərhələdə, yəni mygov.gov.az şəxsi kabinetə daxil olmaq lazımdır. Şəxsiyyət vəsiqəsi məlumatlarından. Onun üçün baxırsınız. İdentifikasiya nömrəsi ilə giriş. Və bu identifikasiya nömrəsi yazılan yerə şəxsiyyət vəsiqəsinin fin kodunu yazmalıyıq. Fin kod da harada yerləşir? İndi onu sağ tərəfdə bax burada nümunə kimi göstəriblər. Budur. Köhnə nəsil şəxsiyyət vəsiqələrində fin kod baxırsınız. Bu hissədə yerləşir. Diqqətlə baxın. Və bu sarı rənglənmiş hissədə yerləşir. Yeni nəsil şəxsiyyət vəsiqələrində fin kod ayrıca yerləşir. Bax bu dana. Budur. Ayrıca qeyd olunub burada sarı. Köhnə nəsil şəxsiyyət vəsiqələrində seriya nömrəsi baxırsınız yuxarıda AZ qabağında nömrə. Və budur. Burada yerləşir. Yeni nəsil şəxsiyyət vəsiqələrində nömrə isə baxırsınız. Bax bu hissədə yerləşir. Oxunan görsədirəm. Bax bu dana. Oxunan görsənir. Deməli, bunlar da biləndən sonra identifikasiya nömrəsi yazılan yerə fin kodumuzu əlavə edirik. Fin kodu əlavə edəndən sonra aşağıda şifrə bölməsinə qeydiyyatdan keçən zaman, bayaq dedim, qeydiyyatdan keçdiyiniz zaman təyin etdiyiniz şifrəni və bu şifrə bölməsinə əlavə edirsiniz. Əlavə edəndən sonra daxil ol yazısına toxunuruq. Budur. Şəxsiyyət vəsiqəsi məlumatlarından biz şəxsi kabinetimizə daxil olduq. Yəni, şəxsiyyət vəsiqəsi məlumatlarından şəxsi kabinetə daxil olmaq bu qədər. İkinci prosesdə Allahın köməyi ilə izah elədim. Üçüncü proses buradan çıxırıq indi. Yenidən sağ tərəfdə yuxarı daxil olun yazısına toxunuruq. Digər üsulları seçirik. İdentifikasiya nömrəsi ilə yazılan yeri yenidən seçirik. Və üçüncü mərhələdə mən Allahın izindən deməli deyək ki, qeydiyyatdan keçmisiniz sistemdə şəxsiyyət vəsiqəsi məlumatlarından və qeydiyyatdan keçən zaman şifrənizi unutmuşsunuz. Üzərindən bir neçə müddət keçib şifrənizi unutmuşsunuz. İndi unutulmuş şifrənin bərpasını inşallah izah edəcəm. Necə bərpa olunur? Deməli bu səhifəyə gələndən sonra baxırsınız aşağıda yazılıb şifrəmi unutdum. Sual dedi burada. Şifrəmi unutdum. Həmin yazıya toxunuruq. Mobil nömrə ilə şifrə bərpası. Baxırsınız burada. Birinci xanaya identifikasiya nömrəsi, yəni fin kodumuzu, şəxsiyyət vəsiqəsinin fin kodunu daxil edirik. Daxil edəndən sonra aşağıda mobil nömrəmizi daxil edirik. Birinci hansı operatorsa sol tərəfdə həmin operatoru seçirik. Öz operatorumuzu. Ondan sonra nömrəmizi əlavə edirik.
Bunu da əlavə ediləndən sonra irəli düyməsini sıxırıq və telefonumuza iddia.az-dan 6 rəqəmli kod gəlir. 6 rəqəmli kod gəlir. Həmin kodu bax bu xanaya təsdiqləmə kodunu daxil edin yazılan yerə əlavə edirik. Əlavə edəndən sonra təsdiqlə düyməsini sıxırıq. Budur. Unutulmuş şifrəni burada bərpa edirik. Yeni bir dənə şifrə təyin edirsiniz. Bu hissəyə. Yeni şifrə yerinə deməli özünüz təyin edirsiniz. Yeni şifrəni təkrarı təyin etdiyiniz şifrəni təkrar edirsiniz. Aşağıdan təkrar yenə yazasınız həmin şifrəni. Və aşağısında təsdiqlə düyməsini sıxırsınız. Budur, şifrənin bərpası müvəffəqiyyətlə tamamlandı. Sistemə daxil olun. Üçüncü etapda bu qədər. Yəni, unudulmuş şifrənin bərpasını da Allahın köməlindən izah elədim. Yenə deyirəm, istər kompüterdə olsun, istər telefonda olsun, eyni sistemdir. Yəni, şifrənin daxil olma qaydası, qeydiyyatdan keçmə qaydası, unudulmuş şifrənin bərpası eyni sistemdir. Sadəcə kompüterin ekranı biraz böyütür, telefonda balacadır. Yəni bu proseslər deməli eyni sistemdir və Allahın köməlindən hər üç variantı da, yəni birinci qeydiyyatdan keçmə prosesini qismən izah elədim. Ondan sonra şəxsi kabinetə giriş qaydasının şəxsiyyət vəsiqəsi məlumatlarından onu izah elədim. Və şəxsiyyət vəsiqəsinin məlumatlarından deməli unudulmuş şifrənin bərpasını prosesini onu izah elədim. Ümid edirəm ki, videom sizlər üçün faydalı oldu. Əgər faydalı olursa bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.